Sumqayıt şəhərində qida təhlükəsizliyi və ticarət qaydalarına əməl olunmasına nəzarət məqsədi ilə aidiyyatı qurumlar tərəfindən növbəti geniş miqyaslı reyd keçirilib. Sumqayıt şəhər İcra Hakimiyyəti, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Sumqayıt şəhər Bələdiyyəsi, şəhər memarlıq və tikinti idarəsi, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt bölməsinin əməkdaşlarının birgə təşkil etdiyi tədbir çərçivəsində şəhərin müxtəlif ərazilərində kütləvi icarə fəaliyyəti ilə məşğul olan obyektlərdə monitorinqlər aparılıb. Reyd zamanı sanitar norma və qaydalara uyğunluq, həmçinin fəaliyyət sahələrinin texniki tələblərə nə dərəcədə cavab verdiyi yoxlanılıb. Məhsul qurumların nümayəndələri bildiriblər ki, bu cür nəzarət tədbirləri mütəmadi xarakter daşıyır və şəhər üzrə qeyri-qanuni icarə faktlarının qarşısının alınmasına yönəlib. Aparılan monitorinqlərin davamı olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən müxtəlif ət dükanlarında da reyd keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən mağazalarda ətin saxlanma şəraiti, kəsim tarixləri, satış üçün təqdim olunan məhsulların keyfiyyət göstəriciləri və uyğun sertifikatların olub-olmaması diqqətlə araşdırılıb. Sanitar qaydalara riayət olunmayan, məhsulun mənşəyi və təhlükəsizliyi ilə bağlı uyğunsuzluq aşkarlanan hallarla bağlı sahibkarlara xəbərdarlıq edilib. Müəyyən hallarda isə pozuntuların aradan qaldırılması üçün göstərişlər verilib. Reydlərin əsas məqsədi həm şəhərdə qida təhlükəsizliyinin təmin olunması, həm də istehlakçıların hüquqlarının qorunmasıdır. Bildirilib ki, Sumqayıt ərazisində həm icarə obyektlərində, həm də qida satış həyata keçirilən məkanlarda monitorinqlər davamlı olaraq aparılacaq və qanun pozuntularına qarşı ciddi tədbirlər görüləcək. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.